Bu günlərdə məhz Klinik Tibbi Mərkəzinin Toksikologiya Şöbəsinin müdürü Azər Maqsudovun cinayət işi üzrə məhkəmə prosesi gündəmdə oldu və yekunda 4 il müddətə həkim azadlıqdan məhrum edildi. Biz isə elə müzakirəmizə bu xəbərdən yola çıxaraq Füzul bəy istədik ki, sizə üst tutaq və elə bu məqamda, bu hadisənin fonunda sürücü və piyada məsuliyyəti bu ikisini uzlaşdırsaq önümüzə hansı mənzərə açır? Əvvəl axşamınız xeyir olsun. Mövzu ilə bağlı sualınıza görə bildirim ki, deməli 15 noyabr 2023-cü il tarixdə Maqsudov Azər Spartakoğlu'nun Sabunçu rayonu Heydər Əliyev prospektində hava limanı istiqamətində idarə etdiyi Mercedes-Benz markalı avtomobillə hərəkətdə olan zaman yolu piyada keçən 1956-cı il təvəllüdlü Arif Mikailoğlu'nu idarə etdiyi avtomobilin qabaq sağlayan hissəsi ilə vuraraq sağlamlığına ağır zərər vuran xəsarət yetirməsi və nəticədə zərər çəkmiş şəxsin xəstəxanada ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi üzrə 16 noyabr 2023-cü il tarixdə Sabunçu rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə, yəni avtomobil, tramvay və digər mexaniki nəqliyyat vasitələrinin sürücülərinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozması nəticəsində zərər çəkmiş şəxsin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməsi üzrə cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaq aparılmışdır. İş üzrə bir sıra zəruri istintaq hərəkətləri həyata keçirilmiş və müvafiq xüsusi biliyə malik olan müvafiq ekspertin rəy verməsi zərurəti yarandığından iş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizası təyin edilməklə icra edilmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertiza mərkəzinə göndərilmişdir. Ekspertiza mərkəzindən verilmiş 15 mart 2024-cü il tarixli məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının müvafiq rəyinə əsasən Azər Maqsudov tərəfindən yol hərəkəti haqqında Azərbaycan Respublikası qanununun tələblərinin pozulması və bu tələbləri riayət etdiyi halda hadisənin qarşısını almağa texniki imkanı olması müəyyən edilmişdir. İş üzrə qeyd edilən ekspertizanın müvafiq rəyi və digər sübutlarla Azər Maqsudovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr müəyyən edildiyindən 10 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində başqa yerə getmək haqqında iltisam qətnişan tədbiri seçilmişdir. İş üzrə istintaq tamamlanaraq 24 may 2024-cü il tarixdə ittiham aktı ilə birlikdə aidiyyatı üzrə Sabunçu rayon məhkəməsinə göndərilmiş və məhkəmənin 27 oktyabr 2025-ci il tarixli hökmü ilə Azər Maqsudov 1 il 9 ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2025-ci ilin birinci yarım il ərzində piyada vurulması ilə nəticələnən 243 yol nəqliyyat hadisəsi baş verib və bunlardan 126-sı piyadanın ölümü ilə nəticələnib. Yol hərəkəti, bilirsiniz, piyadalar özləri yol hərəkətinin tam hüquqlu iştirakçılarıdır. Onların necə hüquqları varsa, vəzifələri də var, məsuliyyətləri də var. Yol hərəkəti haqqında qanunda da sürücünün, mexaniki nəqliyyat vasitəsinin sürücülərinin, həmçinin piyadaların hüquqları və vəzifələri də müəyyənləşdirilib. Eyni zamanda Cinayət Məcəlləsinin qeyd etdiyim o 263.2-ci maddəsi necə ki, nəqliyyat vasitələrinin sürücülərinin cinayət məsuliyyətini nəzərdə tutur. Həmçinin Cinayət Məcəlləsinin 267-ci maddəsində də sərnişin, piyada və yol nəqliyyat hadisəsinin digər iştirakçılarının tərəfindən yol hərəkət qaydalarının pozulması, nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması zərər çəkmiş şəxsin sağlamlığına az ağır və xəsarət yetirilməsi və zərər çəkmiş şəxsin ölümü ilə nəticələnməsinə səbəb olduqda cinayət məsuliyyəti yaradır. Yol hərəkəti haqqında qanunda da bayaq qeyd etdiyim kimi sürücülərin vəzifəsinə yanaşı piyadaların da vəzifəsi qeyd olunub ki, piyadalar səki ilə, piyada xətti ilə, yol çiyinləri ilə hərəkət etməli, dəmir yolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada xətti ilə keçməli, yeraltı və yerüstü keçidlər vasitəsilə keçməli. Ən çox qarşılaşdığımız hallardan biri dayanmış nəqliyyat vasitəsinin və yaxud da ki, görməyə mane olan hansısa bir görmənin belə deyim, məhdudlaşdıran hansısa bir maneənin arxasından
yolun hərəkət hissəsinə çıxarkən ətrafda ətrafda avtomobilin olmamasını yəqin etməli, xüsusi işıqlar vasitəsilə siqnal verən avtomobilləri görən zaman yolun hərəkət hissəsinə çıxmamalı, ən əsasən yolun hərəkət hissəsində ləngiməməli. Yenə rastlaşdığımız hallardan biri ümumi nəqliyyat vasitələrini, taksiləri gözləyərkən minik dayanacaqlarında, səkilərdə, yolun hərəkət hissəsindən kənarda gözləməli. Nəqliyyat vasitəsindən düşən kimi yolun hərəkət hissəsini dərhal tərk etməli və s. Bu kimi hüquqları var. Həmçinin sürücülər də, daha doğrusu vəzifələri var. Həmçinin sürücülərin də vəzifələri ən əsas düşünürəm ki, başlıca vəzifələrdən biri hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığından əmin olmaları, yoxlamaları, daha sonra yol hərəkəti şəraitini nəzərə almaqla qoyulmuş məhdudiyyətdən artıq olmayan sürətdə avtomobili idarə etməli, ümumi üstün keçmə hüququna malik olan nəqliyyat vasitələrinin, yəni xüsusi işıqlar vasitəsilə hərəkət edən nəqliyyat vasitələrinə yol verməli. Həmçinin bu avtomobillərin müşahidə etdiyi nəqliyyat karvanlarının arxasına qoşulmamalı. Yəni bu tez rastlaşdığımız hallardan biridir. Bu kimi vəzifələri yerinə yetirməlidir. Elvin mənim qeyd elədi ki, təqsirləndirilən şəxslərin bəraət alması halları. Elvin mənim qeyd elədi ki, orada ittiham aktlarının yanlış tərtib olunması nəticəsində bəraət alma halları mümkün olur məhkəmələrdə. Mən onu yanlış tərtib etmə deməyək, kimi qiymətləndirməyək, əsassız da deməyək. Əşrəf mənim də qeyd elədi. Burada hadisə yerinin, əsas bu işlərdə hadisə yerinin mexanizmidir, hadisə yeridir. Və bir çox hallarda olur ki, təqsirləndirilən şəxs həmin o hadisənin şokundan, həyəcanından, hadisənin baş vermə mexanizmini düzgün izah eləyə bilmir. Və bu ən çox o video görüntü olmayan hadisələr üzrə olur. Və daha sonra artıq o istintaqın irəliləyən müddətində, artıq məhkəmə istintaqı başlayan zaman cinayət işi artıq ittiham aktından tərtib olunur, məhkəməyə daxil olur ki, yenə qeyd edim, biz o hadisənin mexanizmi, iş materialları təqdim olunur Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinə və hadisənin baş verməsi mexanizmi və digər istintaq materiallarından ekspertlərimiz rəy verir. Və o rəy də bizdə ekspert rəyi cinayət prosesi qanunvericilikdə də sübut növü kimi nəzərdə tutulub, sübut növü kimi qəbul olunur və ittiham aktı tərtib olunur, məhkəməyə göndərilir. Məhkəmə istintaqında artıq təqsirləndirilən şəxslər bir çox hallarda olur ki, hadisəni deyək, daha yaxşı qavramağa başlayır və daha yaxşı xatırlayır. Artıq hadisənin mexanizmi ilə bağlı başqa ifadələr verir və o ifadələr nəticəsində yol nəqliyyat ekspertizası təyin olunduqda artıq Elməd mənim qeyd elədi ki, elə hamıya deyirlər ki, yox, günahım var, yox, elə olmur. Rəy də verilir ki, bəli, bu adamın əməlində günah yoxdur, bunun əməlində yol hərəkət haqqında qanunun hər hansı bir tələb pozulmayıb və o şəxslər barəsində bəraət verilir. Keçən Elməd mənim sual verdi o məsələlərlə bağlı. Əvvəla mən xahiş eləyərdim ki, biz Azər Maqsudov da cinayətkar kimi qələmə verməyək, elə adlandırmayaq. Çünki onu da ailə üzvləri izləyir bu verilişi. Həm də hökm qüvvəyə minməyib. Bəli, həm də hökm qüvvəyə minməyib. Bundan apellyasiya protesti verilə bilər. Hökm elan olunduğu andan 20 gün müddətində və yaxud da zərər çəkmiş şəxs narazı qaldığı halda apellyasiya şikayəti verə bilər. Bundan əlavə də deyim ki, cinayətkar anlayışı ümumiyyətlə belə geniş bir anlayışdır. Yəni ehtiyatsızlıqdan bir cinayət törətmiş bir şəxsə düz deyirsiniz ki, bu zavallılar, amma bəzən olur ki, heç də yol nəqliyyat hadisəsini törədən şəxs zavallı olmur. Spirtli içkinin təsiri altında, xuliqanlıq, hər hafta xuliqanlıq etməklə törədir və bu şəxslər də zavallı deyirlər. Ancaq bu bizim bu mübahisə mövzumuz olan bu hadisədə, yol nəqliyyat hadisəsində şəxs ehtiyatsızlıqla bir hadisə törədib və ehtiyatsızlıqla törətdiyi hadisəyə görə də məhkəmənin hökmü ilə azaltılan məhkum etmə cəzasına məhkum olunub. Və yenə deyirəm, o cinayətkar anlayışı biraz daha çox o qəsdən cinayət törədən və yaxud da daha ağır motivlərdə cinayət törədən şəxslərə daha çox belə şamil oluna bilər. Ümumiyyətlə, sürücü yol nəqliyyat vasitəsini idarə edən zaman konkret ayıq olmalıdır, ayıq-sayıq olmalıdır, öz hərəkətini, öz görmə məsafəsinə uyğun tənzimləməlidir. Yəni, bizim infrastrukturda hansısa bir problemin olmağı o demək deyil ki, sürücü həmin o məsuliyyətdən kənar qalmalıdır. Yəni deyim, işıqlandırma yoxdursa, sürücü yenə öz sürətini azaltmalıdır, ona uyğun hərəkət eləməlidir. Əgər yüksək sürətlə, yəni belə deyək, qanunla müəyyən edilmiş məhdudiyyət
məsələn, yüksək sürətdə nəzərdə tutulubsa, həmin o sürətlə hərəkət eləyirsə, yenə öz görmə məsafəsini tənzimləməlidir ki, bu o görmə məsafəsində qarşısına bir maneə çıxarsa, yolun bir hissəsinin dağılması ola bilər və s. öz hərəkətini saxlaya biləcək yoxsa yox.